Bismillahirrahmanirrahim. İmam Sadiq əleyhissalam buyurur, Allah qiyamət günü üç dəstə şəxsi sorğusu alsız cənnətə daxil edər və üç dəstə şəxsi də sorğusu alsız cəhənnəmə daxil edər. O üç dəstə ki, Allah sorğusu alsız onları cənnətə daxil edər, onlardan birincisi ədalətdir, rəhbər. Yəni, bu insan rəhbərlik etdiyi müddət ərzində ədalətli olar, adil olar, heç kimə zülm etməz. İkinci, doğru danışan tacir. Yəni, bir şəxs ticarətlə məşğul olur, ticarətində doğru olar, yalan olmaz, kimisə aldatmaz. Üçüncü, o qoca şəxs ki, dünyasını dəyişən zaman, yəni qoca halında dünyasını dəyişib və ömrünü Allaha itaətlə keçirib. Allah bu üç dəstə şəxsi, ədalətli rəhbəri, doğru danışan taciri və o şəxs ki, dünyasını dəyişəndə qoca olub və ömrünü Allaha itaətlə keçirib, Allah bu üç şəxsi sorğu-sualsız cənnətə daxil edər. Və o şəxslər ki, Allah onları sorğu-sualsız cəhənnəmə daxil edər, onlardan birincisi zalım rəhbər, yəni rəhbərlik etdiyi müddət ərzində insanlara zülm edən. İkincisi, yalancı tacir, yəni öz ticarətində yalancı olar, insanları aldadar. Üçüncü, zina edən qoca, ya o şəxs ki, dünyasını dəyişən zaman, yəni qoca halda dünyasını dəyişib və bu bir ömür günahla məşğuldur, yəni zina işləri ilə məşğul olub. Allah bu üç dəstə şəxsi də, yəni zalım rəhbəri, yalancı taciri və zina edən qocanı, Allah bu üç şəxsi sorğu-sualsız cəhənnəmə daxil edər.